Herkese salam, kanalıma ve yeni videoma hər biriniz xoş gəlmisiniz. Bugün artıq Mamagildə son günümüzdür. İnşallah gedirik evimizə, Qəbələyə. Burada da mama samavara od salıb. Qəşəng birazdan samavar çayı içəcəyik. Və eyni zamanda burada da qonaqlar üçün aş dəmə qoyub. Biz səhər duranda, yuxudan duranda artıq mama aşı dəmə qoymuşdu. Qaynanamgil gələndən sonra da düşdük həyətə mama ilə aş çəkməyə. Burada yağış başlamışdı, ona görə içəridə elədik. Burada mama aşı qaba çəkir, mən də videoya çəkirəm. Bir xeyrim dəymir əslində. Amma sadəcə yanındayam mamanın ki, sən çək, mən də vloguma əlavə eləyərəm bunları. Yağış demişkən, həmin günün səhəri o qədər qəşəng hava var idi ki, günəş, isti, sanki yaz havası. Amma birdən-birə hava soyudu, bulutlaşdı və leysan yağmağa başladı. Biz evə qaydanda artıq yolda xeyli yağış yağırdı. Maşın şüşələrini silib çatdıra bilmirdi, yəni o dərəcə. Burada da aşın üzərinin qaysısını, turşusunu falan düzür. Səliqəli düzməyə vaxtı yox idi, hava soyuq idi, aş soyuyurdu. Ona görə dedi belə töküm. Mən də YouTube'a çəkirdim. Deyir ki, YouTube'da bəyənməyəcəklər, deyəcəklər ki, səliqəsizdir, necə pis gündə eləyir. Amma dedim, eybi yox. Əsas odur ki, dadı yaxşı olsun, səliqəsinə o qədər də takılmazlar mənim izləyicilərim. Bilirlər ki, əsas olan daddır. Və elə də pis görünmür məncə. Və qazmaqlarını da çıxardandan sonra aşımızın son halı oldu bu. Üzərinin aşqarasını da belə bir boş qaba qoyub, ayrıca yanına qoyduq ki, kim nə qədər istəyir, o qədər töksün. Gəlib evə çatmışıq çoxdan. Oğlum da yenə dağıdıb töküb, özünün bəbələrini qoyub ora. Və mən xeyli paltar falan yığışdırandan sonra, xeyli iş görəndən sonra ağlıma gəlib ki, axı mən bugün vlog çəkirdim. Çox bir şey çəkməmişəm, yəqin ki, sabahdan da kadrlar əlavə eləyərəm. Əvvəl fikirləşdim ki, səhər işə gedəcəm, elə oradan davam eləyərəm, yəni səhərdən davam eləyərəm vlogun ardını. Sonra dedim ki, yox elə indi nə iş görürəmsə, onu da çəkim, əlavə eləyim vloga. Burada da qabiyan şampunu tökürəm bu qaba. Bu qab o qədər də yaxşı deyil, tökməyimə baxmayın. Sadəcə süngəri qoymaq üçün yer var, ona görə istifadə eləyirəm. Yoxsa yəni, bizim mətbəx üçün uyğun gəlmir. Ona görə uyğun deyil deyirəm ki, həm başlığı tez-tez çıxır, biraz narahatdır orası, həm də ki, onun şampun çıxacaq yeri, yəni belə basıb şampun çıxartdığım yer əslində divar tərəfə düşür. Ona görə narahatdır biraz. Yəni bu cəhətdən uyğun deyil. Burada da keçdim sonra qabları yumağa. Çox qabımız yox idi, axşam yediyimiz şeylərin qabları idi. Bir-iki dənə qabım var idi, onları yudum. Evdə çox çirkli deyildi, çünki uşaq yoxdur evdə. Uşaqlar məndən olduğuna görə bilirsiniz ki, evi bir dəfə yığışdırıb qoysam, uşaqlar çirkləndirməsələr bir neçə gün səliqəli qalır. Ona görə uşaqlar da məndən Mamagildə olduğuna görə ev eşik təmiz idi. Eləcə gəldim, ancaq öz tökdüyüm şeyləri yığışdırdım. Uşaqların çirkli paltarlarını gətirib gəlmişdim. Orada çox yumadıq. Çünki uşaq paraşoku yoxdur. Mən də qorxdum ki, uşaqların bədəninə səpki düşər. Ona görə saxladım. Gətirdim, gəldim özümdən bura. Gələndən sonra səbəti doldurdum, atdım maşına. Burada yudum yəni paltarlarını. Düz elə çox paltar aparmamışdım. Çünki biz gedəndə xəstə idik və düşündüm ki, xəstə olacaq deyə heç bir yerə də getməyəcəyik. Amma Allaha şükür sağaldıq, hər yerə də getdik. Növbəti gündən hər kəsə salam. Dünən az kadr çəkmişdim, ona görə bugün də əlavə edirəm kadr. Gedirik işə. Bugün iş günümdür. İnşallah həm sizin üçün, həm mənim üçün uğurlu bir gün keçər. Oğlum da burada məndən gedir. Məni işə yola salmağa gedir maması ilə bir yerdə. Burada gözləyirik. Birazdan gedəcəyik.
Sonra qərara gəldim ki, işə gedən yolları da sizin üçün çəkim, çünki çox gözəl görünürdülər. Amma inandırım sizi ki, bu gördüyünüz kadrlardakı mavilər, yaşıllar mənim öz gözlərimlə gördüyümün yanında heç nədir. O qədər gözəldir ki, hər tərəfin yaşılı, dolğun, canlı, səmanın mavisi o qədər gözəldir ki, insan yəni baxdıqca baxası gəlir. Amma belə kadrda çəkirəm, rənglər o qədər də canlı düşmür. Yaz fəslini o qədər çox sevirəm. Yəni canlanıram sanki yaz gəldikcə, həvəsli oluram hər şeyə, amma qışda, soyuqda heç bir şey eləmək istəmirəm. Məncə əvvəlki vloqlarımda da sizə demişdim ki, üşüyürəm, çox üşüyən adamam, soyuq sevməyən adamam və qışda heç nə eləməyə həvəsim gəlmir. Amma yaz gəldikcə düşünürəm ki, hər şey daha yaxşı olacaq, hər şey daha gözəldir, həyat canlanır. Yəni ona görə də əsl yaz adamıyam, yaz insanıyam, isti insanıyam. Belə yaşıllıqları gördükdə isə daha da sevinirəm, daha da həvəsə gəlirəm. Uşaqlar da sağ olsunlar, nə tapsalar həyətdən qopardıb gətirirlər ki, sizə gül gətirmişik. Məktəbdən çıxmışam, evə gedirəm. Yorulmuşam. Boğazım quruyub, qəşəng çay istəyirəm. Evə gedim, çay içim. O qədər danışıram ki, məktəbdə, dərsdə özümdən asılı olmadan həm dərs, həm uşaqlar yorur. Ona görə halım olmur artıq evə gedəndə danışmağa. O qədər də isti var. Əynim heç çox da qalın deyil, amma istidən də ölürəm. İndi gedim evə çay içim, biraz istirahət edeyim, sonra vlogumuzu davam elətdirək. Buradan hələ ki söndürürəm, hələlik. Evə qaydanda səmənlərimizi də arzu tutub çaya atdıq. Səmənin düz düşüb gedəndə arzularımız gerçəkləşirmiş. Videodan gördüyüm qədər mənimki düz düşdü, getdi. Gəldim evə, həyəti süpürdüm, sonra qabları falan yudum elədim. Həyətdə də o qədər gözəl hava var ki, adam evə çıxmaq istəmir. Ağaclar çiçəkləyib, otlar qalxıb. Mən gedəndə otlar burada qalxmamışdı elə çox. Oğuza gedəndə mamagilə. İndi elə qəşəng qalxıblar ki, burada da qəşəng də ağac çiçəkləyib. İndi onun yanına gedib onu çəkmək istəyirəm. Şaftal ağacı. Adam otun içində baxın, batır. O qədər ot çıxıb, qalxıb. Bunlar da zəncir otular. Axır vaxtlar çox xoşum gəlir bundan, bu zəncir otundan. O da çox xeyirlidir. Bu da şaftal ağacı çiçəkləyib. Çiçəklər çox qəşəngdir. Nə gözəldir, rəngi çox qəşəngdir. Hava da o qədər gözəldir. Və bugünlük də bu qədər. Bura qədər məni izləyən hər kəsə çox-çox təşəkkür edirəm. Hər birinizi çox sevirəm. Əgər hələ də kanalıma abunə deyilsinizsə, kanalıma abunə olmağı, videomu bəyənməyi və yorum yazmağı unutmayın. Hələlik.